İllər ötür, yollar dəyişir, amma ürəklərdə yaşayan məktəb sevgisi eyni qalır. Ötən gün Cəlilabad rayonunun Cəngən kənd tam orta məktəbinin 1986-cı il məzunları 39 ildən sonra məktəbdə baş tutan görüşdə bu fikirləri səsləndiriblər. 39 ilin məzunları o illərin xatirəsinə toplaşdıqları tədbirdən öncə Cəlilabad rayon şəhidlər kompleksini ziyarət ediblər. Ziyarətdən sonra keçmiş məzunlar doğma məktəbə gələrək burada fəaliyyət göstərən qocaman müəllimləri ilə səmimi surətdə görüşüblər. Hələ də özlərini müəllimləri yanında şagird olaraq hiss edən məzunlar bir vaxtlar təhsil aldıqları sinif otaqlarına da baş çəkiblər. Müəllimlərinin müşayiəti ilə parta arxasına keçən məzunlar öncə artıq aralarında olmayan və vəfat etmiş sinif yoldaşlarının xatirəsini yad edərək onların boş qalmış yerinə gül dəstəsi qoyublar. Eyni zamanda vəfat etmiş məktəb müəllimlərini də bir daha xoş sözlərlə yad ediblər. Qeyd edək ki, 39 ilin xatirəsinə toplaşan məzunlardan bir çoxu xarici dövlətlərdən bu tədbirə qatılmışdı. Tədbirə gələ bilməyən digər sinif yoldaşları isə internet üzərindən canlı bağlantı qurmuşdu. Məzunlar yenə də öz məktəb illərindən bir-birinə qoyduqları adlardan daim dərsə gecikən sinif yoldaşlarından, sinif əlaçılarından da söhbət açıblar. Məzunlar orta məktəb illərindən sonra həyatlarında baş vermiş dəyişikliklərdən, məktəb yaşlarında arzularının hansı qismini reallaşdıra bildiklərini də bir-biri ilə bölüşüblər. Mən çox sevincliyəm. Ona görə sevincliyəm ki, 39 ildən sonra bu tədbiri keçirmək bizə qismət oldu və biz burada tələbə yoldaşlarımızdan neçə illərdir görmədiyimiz, hətta Fransada, Almaniyada, Rusiyada yaşayan uşaqlarla görüntülü danışdıq. Və bir çoxları da şükürlər olsun gəldilər, bura çıxdılar və onlarla da görüşdük. Mən çox şadam ki, bugünkü tədbiri təşkil elədik. Yəni təşkilatçılara təşəkkür edirəm. Çox sevinirəm. Tələbə yoldaşlarımı, şagird yoldaşlarımı görməyə çox şadam. Uzun illərdən sonra məktəbimizə gəldik, məktəbimizlə yeni tanış olduq, yeni görüşdük. Və belə məzun görüşlərində tez-tez yəni təşkil olunmasının arzusu ilə istərdim ki, daha tez-tez görüşək. Mən bu tədbiri təşkil edən Yaşar bəyə öz minnətdarlığımı bildirirəm. Mən bunlarla fəxr edirəm. Mən fəxr edirəm ki, doğrudan da mənim dərs dediyim sinif belə bir neçə ildən sonra 39 ildən sonra belə bir fikrə gəliblər. Çox sağ olsunlar, təşəkkür edirəm. Tədbirin sonunda isə xatirə fotosu çəkilib. İlqar Mustafayev bugün informasiya proqramı üçün.